Salam hörmətli kanalımızın izləyiciləri. Bugünkü qonağımız Azərbaycan Fermer Qəzetinin baş redaktoru Nuhali Kərimovdur. Nuhali müəllim, xoş gəlmişsiniz. Nuhali müəllim, siz 5-ci kolon haqqında, xüsusilə Ramiz Mehdiyevin yaratdığı şəbəkələr haqqında, onların sizə yaratdığı problemlər haqqında həmişə dövrü mətbuatda çıxışlar etmişsiniz. Bugün də istərdik ki, bizim kanalımızı izləyicilərə bu haqda məlumat verərdiniz. Nə deyə bilərdiniz müəllim bu haqda? Çox sağ olun. Mən də izləyicilərimizi salamlayıram. Əlbəttə, biz uzun müddətdir ki, zaman-zaman dövlətimiz daxilində müəyyən maneəçilik yaradan qüvvələrin şahid olmuşuq. Yəni ki, ölkəmizin inkişafına, nailiyyətinə, quruculuq, abadlıq işlərinə və ölkəmizin dünya səviyyəsində yüksək nüfusa malik olması istiqamətində aparılan siyasətə mane olmanın mən şahid olmuşam və bu proseslər 5-ci kolon tərəfindən həyata keçirilməsini mən öz jurnalistika araşdırmamda onu müəyyənləşdirmişəm. Bildirmək istəyirəm ki, 5-ci kolon şəbəkəsinə rəhbərlik edən keçmiş prezident aparatında işləyən Ramiz Mehdiyev tərəfindən başlamışdı. Yəni, Ramiz Mehdiyev həmin şəbəkəyə özü yaradaraq və ona rəhbərlik etməkdir. Bir mənalı qaydada hamı bilirdi ki, bütün Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşmışdı və müəyyənləşdirmişdi ki, Ramiz Mehdiyev Rus imperiyasına, Rus kəşfiyyatçılarına, Rusiya ilə əlaqələri var və onlara xidmət edən bir insandır. Belə olan halda bunun da vəzifə imkanlarından tutduğu o postdan istifadə edərək nəinki Azərbaycanımızda, mərkəzi aparatlarda bir mənalı olaraq ölkəmizin bütün sahələrində və eləcə də bütün nazirliklər sistemində, ayrı-ayrı təşkilatlarda Ramiz Mehdiyev öz vəzifə imkanından istifadə, nüfusundan istifadə edərək öz kadrlarını yerləşdirmişdir. Və bunlar da yayımlanaraq, bu şəbəkə genişlənərək, bu uzun müddət ərzində bu cərəyan etmişdi, hətta rayon təşkilatlarında özünü göstərmişdi, bütün sahələr üzrə. Rayon təşkilatlarında, xüsusilə icra hakimiyyəti orqanlarında və icra hakimiyyəti orqanlarında da bunların şəbəkələri yayılırdı, yerlərdə, kəndlərdə öz nümayəndələrini müəyyənləşdirirdilər. Bu metodla deməli 5-ci kolon öz şəbəkəsini o səviyyədə genişləndirmişdi ki, bir mənalı olaraq Azərbaycan dövlətinə qarşı və Azərbaycan dövlətinin əldə etmək istədiyi uğurlara, nailiyyətlərə problem yaratmaq siyasəti aparırdı. Qarşısında bir məqsəd var idi. Bu məqsəd ondan ibarət idi ki, dövlət, nə vaxtsa dövlət çevriliş etmək, ölkəmizdə birinci adam olmaq, vəzifə tutmaq, yəni prezident səviyyəsində. Bu kimi fikirlərlə, bu məqsədlərlə fəaliyyəti genişlənirdi və bu məqsədlə də ətrafına müəyyən qüvvələr cəlb edirdi. O qüvvələr də, mən sizə dediyim kimi, ölkəmizin bütün regionlarında, hətta kənd yerlərində öz təsdiqini tapmışdı. Yəni, bu onun şəbəkələri idi. Onların fəaliyyəti nədən ibarət edir? Bunların fəaliyyəti hamısı bir məqsədə xidmət edirdi. Azərbaycanımızın bütün ünvanlarında, o cümlədən mərkəzi şəhərdə, Bakı şəhərində və qeyri-böyük Azərbaycanımızın böyük mərkəzi şəhərlərində onların fəaliyyəti nədən ibarət edir? Ramiz Mehdiyevin elə bir ki, göstərişinə əməl etməklə Respublikamızda aktiv insanları, xüsusilə Cənab Prezident İlham Əliyevə xidmət edənləri, onun mövqeyini müdafiə edənləri, onun tapşırıqlarını, xalqın xeyrinə olan tövsiyə və tapşırıqlarını icra etmək istəyən insanları, onlar nüfuzdan salmaq, nəinki nüfuzdan salmaq, hətta onları təzyiq edərək sıradan çıxarmaq, məhv etmək, nüfuzdan salmaq, sonra isə
belə bir məqsədi də var idi onun, deməli, Ramiz Mehdiyevin bu siyasəti aparmaqla, başlayıb bu siyasəti genişləndirməklə radikalçılardan da özünə qüvvə axtarırdı. O axtarıb tapmışdı demək olar ki, indi məsələ aydın olur ki, burada Əli Kərimlinin də söhbəti var. Yəni, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. Söhbət burada nədən gedirdi? Ramiz Mehdiyev bu şəbəkələri yaratmaqla, nəzərində uzun müddətli fəaliyyət tutmaqla, məqsədində xalqı dövlətdən narazı salmaq siyasəti. O şəbəkədə fəaliyyət göstərənlərin əli ilə, onların vasitəsilə xalqı dövlətdən narazı salmaq, xüsusilə cənab Prezident İlham Əliyevə qarşı etirazını yaratmaq, digər tərəfdən özləri yaratdığı bu problemləri isə radikal müxalifətçilərdən istifadə edərək ölkədə yaranan problemləri xalqa qarşı, deməli, xalqa təhlil eləməklə, niyə bizdə bu problemlər yaşanır, nələr, hansı ki, bunlar öz yaratdığı problemlərdir. Bu yolla... Müxalifətin dili ilə səslənir. Bəli, yəni ki, bunlar bu qaydada şəbəkələşiblər. Bu istiqamətdir. Məqsəd bir şeydir, hakimiyyəti, dövləti ələ keçirmək və dövləti də ələ keçirəndən sonra biz özümüz yaxşı bilirik ki, vaxtilə 20 yanvar kimi bir hadisə baş verdi. Biz Rus imperiyasından canımızı qurtarmaq üçün, Azərbaycan xalqı xilas olmaq üçün bu Rus imperiyasından bir mənalı olaraq müstəqil dövlətçilik uğrunda apardığı mübarizə ilə əlaqədar bizim 20 yanvar kimi bir hadisəmiz də yarandı, şəhid oldular və ən nəhayət Azərbaycanımız müstəqilliyi əldə edə bildi. Və zamanın elə bir anı gəldi ki, həmin müstəqilliyi bax bu kimi mənfi qüvvələr müstəqilliyimizi əldən vermək siyasət aparırdılar, hakimiyyət uğrunda mübarizə aparmaq üçün. Rus imperiyasının ideyalarını burada hərəkətə gətirirlər. Bir tərəfdən Ermənistan hərbi birləşmələri Qarabağ uğrunda mübarizə aparırdı, torpaqlarımızı işğal edirdi. Bir tərəfdən ölkəmizi parçalanmaq siyasəti, digər tərəfdən də ölkənin daxilində xaos və anarxiya siyasəti. Bu metodla ölkəmizdə boşluq yaradaraq hakimiyyəti, demək olar ki, dövlətimizi yenidən, xüsusilə Ramiz Mehdiyevin apardığı siyasətin nəticəsi bundan ibarət olub ki, yenidən Azərbaycanımızı Rus imperiyasına tabi etmək. Ta orada xalqı nəzərdə tutmurlar, Azərbaycanımızın keçdiyi o çətin mərhələli yolları nəzərdə tutmayırlar. 20 yanvar kimi baş verən hadisələri, o şəhidləri nəzərdə tutmurlar. Bir sözlə bunlar üçün vətən, torpaq, məsələn, belə deyək ki, sabitlik, müstəqillik, bunlar üçün maraqlı deyildi. Bunlara prezident olmaq lazımdır və o ünvana da xidmət etmək. Biz bu barədə dövlət də bu müstəqilliyi qoruyub saxlamaq üçün, anarxiyadan xilas olmaq üçün bir mənalı olaraq deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyev 93-cü ildə hakimiyyətə gələrək bunun hamısına son qoydu. Bu bir mənalıdır. Bu baxımdan bizim hər birimiz borcluyuz ki, Ulu Öndər Heydər Əliyevə dəstək olaq, onun apardığı siyasəti təbliğ edək, ona qarşı diqqətli olaq, onun ətrafında olaq. Elə bir ki, bir mənəvi dəstək kimi də olsaydı, hər bir Azərbaycanlı Ulu Öndərimizə o böyük münasibətləri göstərirdi. Və Ulu Öndər Heydər Əliyev 2003-cü ildə səhhəti ilə əlaqədar namizədliyin vermədi prezidentlik postuna görə, əvəzində İlham Əliyev öz namizədliyini verdi və xalq da onu təntənəli şəkildə müdafiə etdi və iş elə ən çoxu bundan sonra şiddətləndi. Gəldi, çıxdı söhbət 2003-cü ilin axırı, 2004-cü il. Mən hansı məsələlərdə özümdə problemlər gördüm. Bu 5-ci kolonun, Ramiz Mehdiyevin təzyiqi, bu açıq aydın görünən bir problemlər idi. Birdən mənə 2003-cü ilin dekabr ayının əvvəllərində hamı bilir ki, AXCP-nin qanatları bizim kəndimizə, yəni ki, nümayəndələri vaxtilə Azadlıq qəzetində yazarlar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının rayon təşkilatının sədri də elə indi o kənddə. Mənə hardansa bir məlumat gəldi ki,
məlumat belə verildi ki, məni işdən çıxardacaqlar. Mən də bu barədə düşündüm ki, bu müstəqil qəzetdir, özüm təsisçiyəm. Burada işdən çıxarmaq üçün mən hansı hüquq qaydalarını pozmuşam, nə məqsədə ola bilər. Burada özümdə bir problem başa düşmədim. Bu, amma hansısa bir mənbədən gəldiyini düşünürdüm ki, nəsə gözləyirdim, nəyisə gözləyirdim. Elə oldu ki, 2004-cü ilin yanvar ayının birində mən redaksiyaya gəlməli oldum. Gələndə orada asayişi müdafiə edən polisçiləri mənə məlumat verdi ki, müəllim, buranın rəhbəri Nazım İbrahimov idi onda. Nazım İbrahimov tapşırıq verib ki, Azərbaycan Fermeri qəzetinin baş redaktoru Nuhali Kərimovu, yəni ki, nəşriyyata buraxmayın. Səbəb nədir? Dedilər, özündən get soruş. Mən nəsə gəldim, Nazım İbrahimovla görüşdüm. Mən nə danışıramsa, özüm canlı şahid olduqlarından danışıram. İndi başqaları da bunu analiz eləsinlər ki, necə mənə qarşı təzyiqlər olub. Gəldim, orada mən Nazım İbrahimovla görüş keçirdim və görüş zamanı Nazım İbrahimov mənə bildirdi ki, nə qədər əşyalarım varsa mətbuata dair, onları götür, biz sənlə müqavilə şərtlərini dayandırmışıq, sən burada işləyə bilməyəcəksən. Mən onda başa düşdüm ki, bu işdən çıxardacaqlar ifadəsi mətbuatdan yox, sadəcə olaraq Azərbaycan nəşriyyatından mənim müqaviləmi dayandıracaqlar, söhbət bundan ibarət. Fəaliyyətimə mane olmaq. Bəli, fəaliyyətimə mane olmaq. Bu kimi proseslərlə mən qarşılaşdım və mən Nazım İbrahimova bildirdim ki, bu sizin şəxsi təşkilatınız deyil, idarə deyil. Prezidentin işlər idarəsi. Bəli, bu prezident aparatının İşlər İdarəsinə tabi olan bir təşkilatdır və bu mən vətəndaş olaraq və mətbuat işçisi olaraq. O halda mən burada sizin göstərişiniz ola bilər ki, mən müqavilə şərtlərini pozarım. Mən də müqavilə şərtlərini nəinki pozmaq, heç bir borcum yox, heç bir problemim yox. Sadəcə olaraq bunların gözünə pis görürəm, mövqeyim bunların xoşuna gəlmir, məqsədli şəkildə məni buradan uzaqlaşdırırlar. Nəysə, bu özünə söz verdi ki, bir həftə müddətində orada deməli, mətbuata aid nə əşyalarım varsa, bunları yığışdırıb gezməsəm, mən onları çıxardıb, harasa təhvil verəcəm. Yəni ki, nə yaxşıdır özünə. Nəsə, mən də bununla narazılıqla ayrıldım və bildirdim ki, mən oradan getməyəcəm. Bu dövlət, mənim xidmət etdiyim dövlətdir, mən Azərbaycan vətəndaşıyam və mən öz hüquqlarımı da müdafiə edəcəm. Bu baxımdan, indi proseslər belə gedir. Araşdırmam belə oldu ki, prezident aparatında Akif Muradberdiyev var idi. Bu İşlər İdarəsinin, prezident aparatında İşlər İdarəsinin müdiri işləyirdi və Azərbaycan nəşriyyatı prezident aparatında İşlər İdarəsinə tabi olan bir təşkilatdır. Yəni ki, onun rəhbərliyi altında. Mən də, sən demə, araşdırmalarım, indi ictimaiyyət var, əlaqələrimiz var, mən də mətbuat işçisiyəm, müxtəlif variantlarda araşdırmalar apardım. Məlum oldu ki, mənə öz kəndimdən gələn o siqnallar ki, var idi ki, məlumatlar çatdırılmışdı ki, məni işdən çıxardacaqlar. Akif Muradberdiyev Azərbaycan Xalq Cəbhəsinin fəalları ilə görüşürmüş. Görüşürmüş və onlara vəd verilmiş ki, hansısa bir məclisdə vəd verib ki, mən Nuhali Kərimovu oradan uzaqlaşdıracaq. Mani olacaq da, belə. Fəaliyyətinizə mani olacaq. Bəli, bu barədə mən deməli, özüm başa düşdüm ki, bu hansı istiqamətdə proses gedir. Akif Muradberdiyevdən, şöbə müdiri kimi Ramiz Mehdiyevdən dəstək alırdı, yəni ondan tövsiyələr alırdı. Göstəriş birbaşa Ramiz Mehdiyev tərəfindən. İndi bu məsələnin davamını təhlil etmək istəyirəm ki, deməli, bütün sahələrdə olduğu kimi Ramiz Mehdiyev deməli, mətbuat sahəsinə də müdaxilə etmişdi. O müdaxilələrin ən böyüyü
bir nömrəli Milli Məclisin orqanı olan rəsmi dövlət qəzeti Azərbaycan qəzetidir. Həmin Azərbaycan qəzetinə bu gətirib Bəxtiyar Sadıqovu baş redaktor kimi təyin elətdirmişdi və bu mətbuatdan silah kimi istifadə etmək məqsədi. Bax, bu niyyətinə bu işləri görmüşdür. Bir ara keçdi, deməli, birinci mənə otağa buraxmırlar, mən də nəşriyyata gedə bilmirəm. Prosesin davamında 7 yanvar 2004-cü il Azərbaycan qəzetində, rəsmi dövlət qəzetində mənim haqqımda karikatura verib və mənim haqqımda böhtan xarakterli bir yazı verib. Kələkbaz redaktor və həqiqi jurnalisti saxta sərgüzəştləri başlıqlı belə bir yazı verib. Məqalə dərc elətdirib. Mən bunu düşünə bilmədim ki, bu rəsmi dövlət qəzeti, özü də ki, həmin təşkilatda, deməli, Azərbaycan nəşriyyatında hər iki redaksiya, mənim də rəhbərlik etdiyim redaksiya 4-cü mərtəbədə, bu da qonşu redaksiya, amma da indi bu dövlət mətbuatıdır, mən isə özə, yəni əlaqələrim də yoxdur. Sən demə, bu barədə Ramiz Mehdiyev ona göstəriş verib ki, Nuhali Kərimov haqqında belə bir yazının yazılmasını təmin edəsən. Bu da buna nail olub və məqsəd nədən ibarət olub? Məqsəd ondan ibarət. Siyasi fəaliyyəti üzrə Məsələn, mən dövlətçiyəm, mən prezidentimizi dəstəkləyirəm. Nəinki o vaxtlar, mən bir mənalı olaraq bilirəm ki, Azərbaycanımızın bugünkü günü, xoşbəxtliyi, nailiyyəti, uğurları, qələbələri Heydər Əliyevdən başlayır. Allah ona rəhmət edir. Bundan başlayır, mən bunu bilirəm. Və borclu olduğum insan Heydər Əliyevdir. Bugün də o böyük xidmətlərinə görə İlham Əliyevdir. Mən bu birbaşa, bu mənim bu təbiətimi, bu mövqeyimi heç kim mənim əlimdən ala bilməz. Və bunlar da bunu görür. Və odur ki, sizə qarşı bu cür mübarizəyə, yəni həm sizi otaqdan çıxartmaq, həm də ki, Azərbaycan qəzeti vasitəsilə vurmaq deyirlər də buna ne mənada? Bütün respublika səviyyəsində rəsmi dövlət qəzeti bütün təşkilatlarda istifadə olunur, oxunur və məni o vəziyyətə salmaq istəyirlər ki, mən salam verməyə bir adam tapmayım. Hamı məndən çəkinsin, ehtiyatlansın, çox belə ustalıqla bu prosesi həyata keçirdiliblər. Başa düşdüm ki, araşdırmam ondan ibarət oldu ki, bu Ramiz Mehdiyevin sifarişi ilə və hər dəfə, hər həftə Ramiz Mehdiyevin ətrafında o rəsmi dövlət qəzetləri, amma ən başlıcası bu olmaq şərti ilə bir yerdə, bir arada görüş keçirdirlər. Təlimat alırlar, onlara nəsə, hansısa bir göstərişlər var. Bu göstərişin də biri Bəxtiyar Sadıqova, Nuhali Kərimovu oradan sıradan çıxar. Bax, budur. Mən bunu anladım, dərk edirdim və dərhal mən hərəkətə keçdim. Bu görüm kimin vasitəsilə bunu edə bilər? Və Bəxtiyar Sadıqov özü kimdir? Elə bax, onunla bağlı deyəcəm. Belə mütəfəkkirlərin sözü var, deyir, saat zaman göstərir, zaman isə kimin kim olduğunu göstərir. Bax, bu Bəxtiyar Sadıqov haqqında mən bu qənaətə gəldim ki, bunu araşdırın. Görün, bu kimdir ki, Ramiz Mehdiyevin mövqeyinə uyğundur, onun marağına uyğundur. Bu adam ona lazımlıdır. Bu kimdir də, görün. Araşdırmam ondan ibarət oldu ki, biz hamımız bilirik ki, vaxtı ilə Ulu Öndər Heydər Əliyevi Qarbaçov, SOVKP MK'nın baş katibi Qarbaçov, Ulu Öndər Heydər Əliyevi həm siyasətdən uzaqlaşdırmaq, siyasi baxımdan, gözdən salmaq, nüfusdan salmaq, uzaqlaşdırmaq, hətta fiziki cəhətcan onu məhv etmək. Məqsəd bir şeydir. Heydər Əliyevin varlığı ilə
nə qədər ki Heydər Əliyev var, Heydər Əliyevin varlığı ilə Azərbaycanımıza istənilən qədər mənfi təsirlər etmək imkanından kənar edir. Bu Heydər Əliyev bir zirvə edir, bir Azərbaycanımızın qarşısında bir böyük bir sərt, belə deyimsə, böyük qüvvə idi də, imkan verməzdi ki, bəli. O mənfi proseslər Azərbaycana keçə bilmirdi. Nə idi? Bizim Heydər Əliyevimiz var idi. Nə idi? Heydər Əliyev Azərbaycanımıza görə öz həyatını təhlükə qarşısına qoyan, vətənpərvərlik yolunda, Azərbaycan xalqı yolunda, sabitliyimiz və müstəqilliyimiz yolunda öz həyatını qurban verən bir insandır. Bunu bilir və onu da bilir ki, bunun böyük bir bacarığı, iradəsi, cəsarəti, uzaq görənliyi, dünya ölkələr arasında tanırlığı. Bax, bunların hamısını bildiyi halda ona lazım edir ki, Heydər Əliyev həyatdan silinsin ümumiyyətlə. Bax, bura qədər ona qarşı o agresiv, düşmənçilik mövqeyini aparan bir insan idi. Və ilk dəfə o ifadələrinin birində belə bir fikir səsləndirib ki, güya Heydər Əliyev, biz hamımız bilirik ki, Heydər Əliyev Azərbaycanımızda 1969-cu ildə birinci katib vəzifəsinə gələndən sonra Azərbaycanımızda böyük bir dirçəlişlər oldu, inkişaf yarandı. Bunu biz bilirik. Amma Qarbaçov düşünülmüş şəkildə bunu öncə Heydər Əliyevin fəaliyyəti dövrünün durğunluq illəri adlandırmışdı. Durğunluq illəri. Fəaliyyətin gözdən salmaq. Fəaliyyətin gözdən salmaq məqsədi ilə, onu elə ki, körləmək, nüfusdan salmaq, bəli, inamını aşağı eləmək. Bəli. İndi maraqlısı burasındadır ki, bəs bu Bəxtiyar Sadıqov haqqında araşdırmam başladı mənim, hansı dövrlərə gəldim, çıxdım, deyim sizə. Yəni siz faktları mübahisə etdiniz. Bəli. Gəldim hansı dövrə çıxdım, deməli, kommunist qəzisində bu Qarbaçova yararlanmaq üçün, həmin Bəxtiyar Sadıqov, pambıq var, yığan yoxdur başlıqlı 2 noyabr 1990-cı il. Kim istəyir? Gedib baxa bilər, mən getdim araşdırmamı, oradan tapdım, Axundovada kitabxanada, mərkəzi kitabxanada. Burada kifayət qədər Ulu Öndər Heydər Əliyevi aşağılamaq üçün ifadələr səsləndirib və salmaq üçün ifadələr səsləndirib, yazılar qoyub. O vaxtda kommunist qəzeti Azərbaycanımızda bir nömrəli qəzeti idi. Yəni ki, burada bu yazıları verib və bu Qarbaçovdan dəstək almaq məqsədin. O məqalə onun Bəxtiyar Sadıqovun imzası. Bəli, bu məqalə Bəxtiyar Sadıqovun imzasıdır. Kommunist qəzeti orada müxbir işləyəndə bu məqaləni dərc edib və orada Heydər Əliyevin adını çəkmir yazıda və qeyd edir ki, durğunluq adlandırdığımız dövrdə, sonra mötərizə içərisində 1972-74-cü illərdə. Yəni, təsdiq edir, Qarbaçov düz deyir, bu fikirləri təsdiq edir. Həm də Qarbaçovdan dəstək axtarır. Bu Rus imperiyasına özünü çatdırmaq istəyir, onlarla əl-ələ vurmaq istəyir. Və ikinci bir məqaləni tapdım orada mən, Biganəlik bu qədər başlıqlı məqalə 16 fevral 1990-cı il. Burada da yenə həmin durğunluq adlandırdığımız dövrü qeyd edir və Ulu Öndər Heydər Əliyevin 72, adını qeyd etməyib bu yazıda. Qeyd edir ki, 72-74-cü illərdə. Yəni, onun rəhbərliyi altında olan dövrü. Burada nə qeyd edir? Burada qeyd edir ki, Astara rayonunda Kakaos kəndi var. Həmin Kakaos kəndində Safxoz müdiri Ramazan Məmmədov adlı birisi çox yaxşı işgüzar adam olub və bu insan böyük fəaliyyəti, yaxşı fəaliyyəti olduğuna görə onu cinayətə sürükləyirdilər, cəzalar verdirirdilər, həbs cəzasına məhkum edirdilər. Belə insanları cəza çəkmə müəssisəsində olanları isə gətirib deputat
və nazir səviyyəsinə qaldırırlar. Bu da qeyd edir ki, bu da durğunluq illərin əməlləridir. Bu barədə mən bu faktları tapdım. Tapandan sonra gətirdim. Mən öz mətbuatımda Bəxtiyar Sadıqov haqqında bir açıq məktub yazdım ona. Bəxtiyar Sadıqov haqqında. Mən görünər görünməz. Bu adamın kimliyini bildim, bunun xamilyon insan olduğunu bildim, riyakar olduğunu bildim, yalandan özün dövlətimizə sırıyıb və hansı ki mənfi qüvvələrə dəstək olmağın şahidi oldum, axtarışlarım bundan ibarət oldu və davam edəcəm bunu. Bu barədə mən buna açıq məktub yazdım və qeyd etdim ki, o kim idi ki, türmə cəzası alıb, həbs cəzası alıb, deputatdır bugün və yaxud da ki, nazir səviyyəsinə gəlib çatıb. Bunun haqqında araşdırmam çox geniş getdi. Çox mənfi ünvan qazanmış bir insan olduğunu da mən orada şahid oldum və bu barədə mən ciddi yazılar dərc etdim. Öz mətbuatımda hətta yazdım ki, o köküslə bitər. Yəni, bir dövlət başçısının vəzifəyə təyin eləməsi ilə əlaqədar dövlətdən faydalanaraq ona xəyanət etmək və dövlətimizin bugünkü varlığın Rus imperiyasına yenidən satmaq mövqeyində olan bir insana mən yazdım ki, o köküslə bitər. Bu baxımdan bir ciddi məqalə dərc elətdirdim. Həmin məqalə məndə, bax, burada qeyd eləmişəm. Azərbaycan Fermeri qəzeti 16 yanvar 2004-cü il. Mən burada qeyd eləmişəm. İndi bilmirəm, düşməyib, o köküslə bitər və öz gözündə tiri qoyub, özgənin gözündə tük axtaran rüşvətxor baş redaktor. Bu məqsədlə Bəxtiyar Sadıqov, mən bunu paylaşım etdim, bir neçə çaplarım oldu onun haqqında. Mən burada da onun haqqında Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova açıq məktub. Burada da mən ona, onun kim olduğunu, onun nə qədər dövlətimizə qarşı, xalqımıza qarşı düşmənçilik mövqeyində olduğunu açıqlamalarım var orada və mən o sübutları etdim. Bu məni məhkəməyə verdi. Məhkəmə, haradasa 17 məhkəmə prosesimiz davam elədi. Və o keçən proseslərdə mən haqlı olduğumu sübut elədim. Bu baxımdan deməli, həmin bu mənim haqqımdakı 7 yanvar 2004-cü ildə olan yazını, yazı ilə bağlı Yasamal rayon prokurorluğunda yadımdadır. Şehzad adında prokuror var idi. Həmin yazını mənə atdığı böhtanı araşdırdılar. Bax, göstərirəm bu. Həmin bu araşdırmada deməli, Bəxtiyar Sadıqovun rəsmi dövlət qəzetində yazdığı araşdırmanın nəticəsi bax bundan ibarətdir. Məhərrəmov familiyası birisinin araşdırma, yəni müstəntiq idi və bu barədə yazma təksib olundu. Deməli, orada heç bir əsas yox, heç bir sübut yox. Sadəcə olaraq vəzifə nüfusundan, vəzifə səlahiyyətindən və bunun arxasında duran Ramiz Mehdiyev kimlərin dəstəyi ilə birbaşa zorakılıq edib məni gözdən salmaq məqsədi üçün bax belə bir yazı vermişdi. Araşdırıldı, nəticədə deməli, öz təsdiqini tapmadı və ilaxır. Bu baxımdan səhv eləmirəmsə, o vaxtı sizin hələ axırıncı məhkəmədə müxalifət qəzetlərindən də qeyd eləmişdilər sizin haqqınızda ki, Nuhəli Kərimov həbs olundu. Halbuki hələ heç axırıncı məhkəmə keçirilmədi. Bəli, tamamilə. Onlar o qədər əmin idilər ki, sizin həbs olundu. Bəli, tamamilə. Məhkəmə qərarı verməmiş, onlar dərc eləmişdilər ki, Nuhəli Kərimov həbs olundu. Bəli. Və orada bir ifadəni də səsləndirmişdilər. O şey də kifayətdir, bildim. Orada Nuhəli Kərimov həbs olundu. O düz deyirsiniz, belə də bir qeydiyyat aparmışdılar ki,
dövlətə yaxınlığı ilə tanılan Bəli. Nuhali Kərimov artıq həbs edilmişdir. Belə bir yazı da yayılmışdır. Nə qədər insanlar mənə zəng elədi, gördülər ki, mən həbsdə yox. Yəni ki, belə bir çətin durumlarla, çətin problemlərlə üzləşdik. Hətta mən nəyin araşdırmasına rast gəldim. Axı bu Ramiz Mehdiyevin yoldaşı erməni olduğu cəmiyyət arasında yayılıb və təsdiqini tapıb, bu ermənipərəst bir insan idi. Yəni istəyirdi ki, Qarabağ torpaqları elə ermənilərə qalsın. Ondan sonra onlara dəstək olurdu. Demək olar ki, bu 30 ildə torpaqlarımızın işğal altında qalmasının səbəbkarından biri elə Ramiz Mehdiyev kimlərin onlara məxbi yolla dəstəyinin nəticəsi idi. Bu müddətin uzanması. Mən araşdırma apardım, baxdım, gördüm ki, Bəxtiyar Sadıqovun indi göstərəcəm 9 iyul 2023-də müxalifət gəzisində bax, burada Vartan adında kirvəsi olması barədə yazı olub. Bu bir. Bu nömrədə 12 iyul 2023-cü il tarixdə Vartan adında kirvə ilə bir yerdə bunun haqqında yazı gedir. 2003-cü ildə. Sonra 14 iyun, kim istəsə axtarıb tapa bilər. 14 iyun 2003-cü ildə yenə Vartanla Bəxtiyar Sadıqovun bir yerdə şəkli yazısı gedib. Sonra 16 iyul 2003-cü ildə bir daha bu yazı dərc olunub. Vartanla kirvəsi olması haqqında. 19 iyul 2003-cü ildə yenə də Vartanla, bax aşağıda bunları tanıyırsınız məqaləsində. Yenə də bu yazısına mən rast gəldim və 23 iyul 2003-cü ildə də yenə də Bəxtiyarla Vartanın bunları tanıyırsınız. Yəni silsiləli şəkildə yazılardır bir yerdə. Mən buna görə götürdüm nömrəmin birində yazdım ermənipərəst. Bəxtiyar Sadıqov haqqında yazdım ermənipərəst. Bu vəkillər məhkəmə prosesində mənə sual verdi ki, buna nə əsasla deyirsən ermənipərəst? Dedim, ona görə deyirəm ki, o vaxt xalqın, əhalinin sayı 8 milyon hesablanırdı. Dedim, bu 8 milyon müsəlman yoxa çıxmışdı ki, bu vatanın özünə kirvə tuturdu. Bunun əsasında dedi ki, sən onu hardan götürmüşsən? Dedim, mətbuatda. Dedim, kütləvi informasiya vasitələri haqqında qanun var ki, hansısa bir mətbuatda kiminsə haqqında düzgün olmayan ifadələr işlənibsə, yazılar gedibsə, ona etiraz etmək üçün ya təkzibi olar, ya da ki, məhkəmə prosesində məhkəməyə müraciət edib, o, deməli, məhkəmədən alınan qərar olar ki, sən mənə təhqir etmirsən. Özü də ki, bu səviyyədə ermənilərlə bağlı. İndi mən vəkilə sual verdim ki, ver bura görüm, ya təqsir, ya da ki, məhkəmə qərarı. Hətta bizdə belə bir şey yoxdur. Dedim, yoxdursa, heç biz o barədə məlumatlı görürük. Dedim, yoxdursa, mən ondan mənbə kimi istifadə eləmişəm, ona görə ermənipərəst yazmışam. Bütün bu proseslər son olmadı, davam etdi və çox böyük o Azərbaycan qəzetində mənim haqqında gedən yazılarla bağlı mən çox böyük sarsıntılar keçirdim və mən başladım prezident aparatına, o vaxtı prezident aparatı deyirdilər, prezident aparatına ardıcıl müraciətlər yazdım. Xüsusilə cənab prezident İlham Əliyevə. Çünki mən özümü təmənnasız, dövlətimə xidmət edən, özümdə nəsə bir problem yaradan bir insan kimi özümü tanımıram, kimisə narahat etməmişəm. Axı, bu qədər təzyiqlər, gəh mətbuatdan, nə bilmə, otağımı bağlayırlar, buradan çıxardırlar, oradan ötürürlər, ictimaiyyət arasında nüfusdan salırlar, gözdən salırlar.
Bu qədər belə təsirlərə qarşı mən öz etirazımı, müraciətimi cənab prezidentimiz İlham Əliyevə müraciətlərimi davamlı şəkildə etdim və bu prosesin araşdırılması bir 6 ay çəkdi. Araşdırma zamanı məlum oldu ki, mənim heç bir günahım yoxdur. Burada mənə qarşı təzyiq var, mənə qarşı, yəni mən bir günahım var idi orada. Yəni belə hesablanırdı. Ramiz Mehdiyevin komandası, şəbəkəsi mənə iradları budur ki, mən nə üçün Ulu Öndər Heydər Əliyevin, cənab prezidentimizin mövqeyin müdafiə edirəm və onsuz da büyündə edirəm və olan mənim iradəmə təsir edə bilmədilər. Bir şey idi məsələ. Məsələn, mən deyim də, bunları da təsdiq edən faktlar var. Nə idi? Deməli, mən 1999-cu ildən, 98-ci ildən səs qəzetində yazılarım gedirdi. Yazımın birinin başlığı belə idi ki, müstəqilliyimizin qarantı olan rəhbəriniz var. Səs qəzetində var o, məndə də var. Amma yadımdadır deyə deyirəm. Həmin orada mən Ulu Öndər Heydər Əliyevin böyük bir tarixi şəxsiyyət olduğunun, xalqımıza və dövlətimizə etdiyi xidmətdən danışmışam. Radikal müxalifətin də əməli fəaliyyətini pisləmişəm. Bu proses belə gedirdi və mən Ulu Öndər Heydər Əliyevin deməli, hər il ona mən ehtiram olaraq öz istəyimlə xüsusi buraxılış dərc etdirirdim. May ayının 10-da Ulu Öndər Heydər Əliyevin ad günü. Bax, bununla bağlı. Deməli, mən may ayının 5-i 12-si arasında, yəni biz həftəlik çıxırdıq, gəzdi. Bu tarix arasında 2002-ci il tarixdə belə bir, indi iqtisadi problemlərimiz var idi, amma belə bir xüsusi buraxılışlar hazırlamışdım. Burada dünya ölkələrinin, burada bax, rəngli ölkələrinin yazıları gedirdi, prezidentləri, Jacques Chirac'ın, ona köməklə. Bax, belə bir şey, yazılar verirdim. Ulu öndərimizin fəaliyyətindən, istər kənd təsərrüfat sahəsində, hüquq sahələrində, təhsil sahəsində, ümumiyyətlə quruculuq, abadlıq işlərindən yazılar verirdim. Bu 2002-ci ildə. Və bu davamlı şəkildə mənim bu xüsusi buraxılışlarım davam edirdi. Yəni ki, bax bu 10 may 2007-ci ildə mən bunu çap eləmişəm. Ulu Öndər Heydər Əliyev haqqında Azərbaycan Fermeri qəzetində. Bax, belə bir nəfis tərtibatlı bir mətbuatda onun bütün əməli faydalarının Heydər Əliyev qəlblərdə yaşayan lider, mən Azərbaycanlıyam kimi böyük məqalələr mən dərc elətdirmişəm burada və bu hərəkətlərin bunların xoşuna gəlmirdi. Yəni ki, sən demə bu dövlətə qarşı xəyanət edən işlərlə məşğul etmişlər. Və son nəhayət 2008-ci ildə mən 2008-ci ilə qədər hər il Ulu Öndər haqqında mənim xüsusi buraxılışlarım var. Hətta xüsusi buraxılışımın biri Respublika qəzetində də çap olunmuşdu. Onun üz hissəsi yazmışdım. Deməli, bir dəfə mən qeyd etdim ki, zamanəmizin ən böyük Azərbaycanlısı Ulu Öndər Heydər Əliyev haqqında qeyd etdim. Ondan sonraki növbəti ildə mən belə bir tarixin ən böyük Azərbaycanlısı kimi, bu mənim özümün şəxsi fikrimdir, şəxsi istəyimdir və məqsədim ondan ibarət oldu ki, mən başa düşürdüm ki, Ulu Öndər Heydər Əliyev dünya səviyyəsində, dünya ölkələrinə təhlükə ola bilən Rus imperiyası qarşısında Azərbaycanımızın mövqeyini müdafiə etmək, Azərbaycançılığı müdafiə etmək, vətənpərvərliyi müdafiə etmək, Azərbaycan xalqının təəssübkeşliyini etməklə o Moskvada gedib öz təhlükəsini, bəli, təhlükəli bir vəziyyətdə, öz elə bilən ki, sağlamlığını itirə bilən, həyatını itirə bilən şəraitdə o öz sözünün ifadəsini demişdi və o nöqteyi nəzərdən mən qeyd elədim ki, tarixin ən böyük Azərbaycanlısı. Belə bir məqalə, xüsusi buraxılış verdim və 2008-ci ildə 30 sentyabr 2008 mən belə bir xüsusi buraxılış hazırladım və bunun üz qabığında yazdım ki, xoşbəxt gələcəyimizin təminatçısı. Burada cənab prezident İlham Əliyev burada
şən bir körpə uşaq, əlində gül çiçək və xoş təbəssüm. Bunun hamısının mənası vardır. Bu görüntü ilə bağlı bir kitab yazmaq mümkün idi ki, yəni ki, bu hər bir şey deyirdi. Yəni, gələcəyimizin xoşbəxtliğini təmin edən siyasət Cənab Prezident İlham Əliyevin apardığı siyasətlərdir. Bu kimi şeylərdə yəni, başlayıb burada bütün sahələr üzrə məqalələr dərc etmişəm. Cənab Prezidentimiz İlham Əliyev Dağlıq Qarabağ məsələsində, o vaxtı Dağlıq Qarabağ deyirdilər, Dağlıq Qarabağ məsələsində heç bir güzəştə gedilməyəcək. Bax, bunu dediyi an olan bir şəklidir. Bu 2008-ci ildə. Yəni ki, necədir ki, günlərdə onun təsdiqini tapdı, gördük. Və buradakı, burada bu məqalələri dərc etdim. Mən ən nəhayət gəldim, çıxdım burada, göstərəcəm sizə Zərifə xanım haqqında yazılarım getdi. Mehriban xanım haqqında qeydiyyatlarım var burada. Humanizm və nəcibliyin simvolu. Bax, burada Mehriban xanım o kimsəsiz uşaqlara etdiyi diqqət və qayğıların göstəriciləri. Yəni, bu barədə məqalələrim oldu. Dünya Azərbaycanlıların lideri Prezident İlham Əliyev haqqında mən burada göstərirəm. Bax, burada. Söhbət bir şeydən gedirdi. Ulu Öndər Heydər Əliyevin varisi bizə ən qiymətli yadigardır. Bax, burada qeyd eləmişəm. Dünya Azərbaycanlıların lideri Prezident İlham Əliyev haqqında. Sən demə, bu yazılar, mən burada təbliğ etdiyim yazılar bunların xoşuna gəlməyib. Bəli, bunların xoşuna gəlməyib və son səhifəndə göstərilib. Bunlar neynədilər? Bir də gördüm ki, Elnur Aslanov familiyada adda prezident aparatının işçisi, orada şöbə müdürü kimi özünü təqdim etdi. Mənə zəng edərək bildirdi ki, siz o xüsusi buraxılışdan bir neçə nüsxə bizə göndərin. Mən də həmin bu qəzetdən ona göndərdim. Sən demə, bunu aparıb Ramiz Mehdiyevin istəyidir, vərəqləyib, mənim dövlət başçısını, Mehriban xanımı, Cənab Ulu Öndər Heydər Əliyevi, Zərifə xanımı bu cür burada təbliğ eləməyin bunun xoşuna gəlməyib və həmin anda bir tapşırıq verib. Bu barədə mənim şəxsi məlumatım var. Tapşırıq verib ki, bu qəzetdə bir də xüsusi buraxılış çap etmək imkanını verməyib. Növbəti ildə mən yenidən Ulu Öndərin hər il ad gününü qeyd edirdim. Mən yazdım, hazırladım. Heç bir mətbu nəşrlərdə, çap olunan yerlərdə mən Ulu Öndər Heydər Əliyev haqqında xüsusi buraxılışımı çap eləmədilər. Və ondan da bu yana o çap olunmur. Yəni ki, imkan verilmədi və bir yerdə qaldı. İndi bunlar neynirlər? Bunlar, bax, məsələn, nədir ki, mənim mövqeyim Heydər Əliyev mövqeyidir. İndi mən onu heç nəyə dəyişə bilmərəm. Yəni, mən yaxşı başa düşürdüm ki, mən elə Bəxtiyar Sadıqovla, hətta onun vəkilləri mənə dedi ki, Bəxtiyar müəllim deyir, gəlsin, görüşək, hər şey yaxşı olacaq. Son variantlarda gördülər ki, bir şey edə bilmirlər, yaxşı olacaq. Mən onunla heç bir əlaqə saxlamadım, çünki o mənə qarşı əsassız yerə düşmənçilik eləmişdi, mənə qarşı xəyanət etmişdi. Mən kiməm? Mən bir sadə bir insan, vəzifəm yox, bir özəl mətbuat, amma mövqeyim var, əqidəm var, iradəm var. Bax, buna görə mən bayaqları dedim ki, sizlə müsahibəni aparanda o hissəsi yarımçıq qaldı. Mən Cənab Prezidentimizə ardıcıl ərzələr, müraciətlər verdim ki, mənə qarşı təzyiq var, təsirlər var filan. Bir aradan sonra mənə qarşı dəstək gəldi, mənim prezident aparatından çağırdılar ki, nədir sənin vəziyyətin filan. Oradan Nazım İbrahimova zəng olundu ki, Nuhaylı müəllim yaxşı saqqaldı, neyniyir, kiməsə problem yaradı. Nazım İbrahimov dedi ki, götürüb Bəxtiyar Sadıqov haqqında yazı verib filan. Və o dəqiqə anladım ki, bunların arasında. Orada da dedilər ki, məhkəmə var, ondan sonra hüquqların, o Nuhaylı müəllim bilər, məhkəmə bilər, Bəxtiyar Sadıqov bilər, mətbuat bilər.
Bu nəşriyyatın kimi aidiyyatı var, bu işə qoşulur. Yəni, bu qaydada. Nəhayət, amma o ərəfələrdə mənim yadımdaydı ki, bu radikal müxalifətçilərin qəzetləri deməli, Azərbaycan nəşriyyatına 100 minlərlə borcu olduğu halda onların çapını dayandırmırdılar. Bunun da şahidi. Bu barədə də mən müraciətlər elədim, Maliyyə Nazirliyinə, ora-bura və ondan sonra Ramiz Nazim İbrahimov da ilə işdən çıxarıldı və ondan sonra biraz mən qarşı təzyiq azaldı bir ara. Amma davamlı şəkildə Bəxtiyar Sadıqov kimləri təkrarlayan insanlar var ki, növbəti mərhələdə onlar haqqında açıqlama verəcəm. O, belə bir, səhv eləmirəmsə, Böyük Dayaq filmindədir, belə bir ifadə səsləndir orada. Kolxoz sədri, mavini, kolxoz sədrinə xəyanət etmək üçün ərizələr, şikayətlər yazdırır. Anonim yazılar. Hə, anonim yazılar yazdırır. Rayonun birinci katibi gəlir, bu tədbirdə iştirak edəndə həmin o şübhəli mavin ona rayonun katibi deyir ki, sən bu yazıları sən yazdırmısan, boyun almır. Deyir ki, onda hüquq mühafizə orqanlarına müraciət edəcəm, onlar araşdıracaq. Dərhal bu qorxur və deyir ki, bir qələt də eləmişəm. Bu məqamda kolxoz sədri ona deyir ki, sən nə zəhərli ilansan? Amma katib ona deyir ki, sən tələsmə, Rüstəm kişi. Elə zəhərli, bundan da zəhərliləri var ki, daş altında yatıb. Mən bütün Azərbaycan xalqına deyirəm, bugün Azərbaycanımızın çiçəklənməsi, inkişafı, nailiyyəti, xalqımızın rifah halının yaxşılaşması, gündən-günə ölkəmizin inkişafı, daha güclü dövlətə çevrilməsi bir mənalı olaraq Cənab Prezidentimizin ətrafında necə ki, Qarabağ torpaqlarının işğaldan azad ediləndə ki, yumruq kimi birləşmişik, bax, burada da yumruq kimi birləşməliyik və bu məqsədimiz ondan ibarət olur ki, biz Azərbaycanımızın xoşbəxt gələcəyin biz təmin edirik, gələcəkdə bizim balalar, nəvələr, nəvələrin nəvələri, bax, bu xoşbəxt dünyasını yaşaya bilsin. Mən bütün Azərbaycan xalqına, bax, bu ürək sözlərimi bu cür çatdırıram. Mən bir daha bəyan edirəm ki, heç bir qüvvəyə aldanmamışam. Bilirdim ki, mən Ramiz Mehdiyev kimi insanlara mən gedib haradasa başqaları kimi bir məktub yazsaydım, bu da yaxşı alimdir, nə bilim mən, nədir, böyük ürək var, falan. Bunları yazsaydım, mənim də işim xoş gedərdi düyünə qədər. Amma onun niyyətində elə bir təhlükəli, elə bir Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə elə bir xəyanət forması var ki, ona qarşı heç kim yaxın düşməməlidir. Əgər kim gedib ona yaxınlaşıbsa, demək, onun toruna düşübsə, demək ki, səhv o adamın özündədir. Çünki onu tanıya-tanıya ondan uzaq olmalıydı. Bax, bütün bu məsələlərlə bağlı. Əlavə sualın varsa... Xeyr, mənim, sualım yoxdur. Geniş açıqlamalar üçün istəyirəm. Mən hesab edirəm ki, növbəti verilişlərimizdə məndə kifayət qədər məlumatlar var. Heç kim barədə danışmıram. Özümün başıma gələn və mənə qarşı olan təsirlər barədə elə olub ki, gedib təsərrüfatda fəhlə işləmişəm ki, aciz qalmayayım, o adam mani olublar, problem yaradıblar. Rayonlarda, yerlərdə müəyyən insanlar var ki, riyakar insanlar ki, mənlə görüşməkdən çəkiniblər ki, Ramiz kişinin acığına gedər və yaxud da mən bundan görüşərəm, hansı ki onlar məmurdur. Mən bu sıxıntıları, mənəvi sıxıntıları da keçirmişəm. Təzyiqlər qarşısında çətinlik çəkmişəm. İqtisadi çətinliklər salıblar. Bax, bu barədə mən öz fikrimi, sözümü sizə çatdırıram. Hesab edirəm ki, növbəti verilişlərimizdə mənim yeni açıqlamalarım olacaqdır. Diqqətinizə görə sağ olun.